Herkese salam. Bugün sizinle bir güzel yemek reseptiyle bölüşmek istedim. Bunun için biz götürürük toyuğun ciğer ve ürəyini. Onları geçen böyle temizleyirik, lazımsız yerlerini atırıq, yuyub qoyuruq qırağa. Bundan sonra götürürük deməli göbələkləri, onları da təmizləyirik, yuruq və doğrayırıq. Qəşəng qızandan sonra yağın içine atırıq ciğerləri və ürəkləri. Onları belə qarıştıra qızardırıq. Mən bunları qaynatmıram çünkü yağın içinde belə bişəndə daha dadlı və daha soçni qalır. Qızardandan sonra bunları bir qaba qoyuruq qırağa. Sonra həmin tavada atırıq bura deməli göbələkləri, biraz onları duzlayırıq, qapağı bağlayırıq və suyu çıxanacan bişiririk. Suyu çıxandan sonra suyunu tullayırıq və bura biraz yağ tökürük. Üstünə ətimizi və soğanı əlavə edirik. Duz istiyor zövqə görə. Qəşəng qızardırıq. Belə tam qızarandan sonra üstünə qaymaq tökürük və bir dəfə qarışdırandan sonra söndürürük. İnandırım sizi ki, bu yeməyi ciyərçiklə ürəkçiləri xoşlamayan belə yeyəcək. Hamıya nuş olsun. Kanalıma abunə olmağı unutmuruq.